Demək bu videonu çəkirəm may ayının 30-u 2025-ci il. Kiçik bir təcrübəmi paylaşmaq istəyirəm. Bu videonu dayandırmayacağım çünki sonra montaj falan eləmək istəmirəm. U falan eləsəm üzrlü hesab eləyərsiniz. Təcrübə nədir? Hardasa 20 gündür ki artıq bir rejim ilə yaşayıram. Rejim budur ki özümü məcbur edirəm. Vaxtında yatıram, vaxtında dururam. Və durmaq vaxtımı səhər saat 5:30-a quraşdırmışam. Səhər saat 5:30-da dururam. Duran kimi gedirəm, qaçıram. Qaçandan sonra gəlirəm, bir dəftər vardı. Dəftəri yapışdırmışam başımın yuxarı tərəfinə. Orada nə hiss elədiyimi yazıram. 20 gündə artıq edirəm bunu və ora yazdığım şey həqiqətən nə hiss elədiyimdir. Tutaq ki, birinci gün yazdım ki, həddindən artıq yorğunam. Bunu eləməyin ağılsızlıq olduğunu falan düşünürəm. İkinci gün yazdım ki, yenə yorğunam, amma yenə bunu edirəm. Yəni 20 gündür bunu dayanmadan edirəm. Belə bir fəlsəfədə belə bir şey vardı. Deyir ki, yəni yekə quşdu yanımdan. Qorxutdu. Nəysə, fəlsəfədə belə bir şey vardı. Deyir ki, siz nəyi təkrar edirsinizsə, hər hansı bir hərəkəti təkrar edirsinizsə, o sizin xarakterinizə çevrilir. Və mən də hal-hazırda təkrar elədiyim şey özümü çətinə salıb bədənimə müsbət olan şeyləri edirəm. Əslən, qaçmaq bədənim üçün çox müsbətdir. Bunun fərqindəyəm, amma müsbət olmasına rəğmən bədənim istəmir ki, bunu eləyim. Ondan sonra yazı yazmaq, səhərlər hisslərimi yazmaq bu bədənim üçün müsbətdir, beynim üçün müsbətdir, amma bədənim istəmir ki, bunu eləyim. Çünki nətə deyərlər, buna öyrəşməyib. İkinci fəlsəfədə belə bir şey vardı. Bu şəxsi inkişafda işləyən şəxslərin çoxu deyir ki, 20 gün bir şey eləyəndə, 21 gün bir şey eləyəndə təkrar o artıq sənin şuur altına işləyir və onu avtomatik olaraq eləyirsən. Mən buna çox inanmırdım. İndi 20-ci gündür də deyirəm, bunu edirəm. 20-ci gün, 20 yox, artıq 19-cu gündən etibarən gördüm ki, səhər saat 5 olmamış, 5-in yarısı oyanıram axı, amma saat 5 olmamış, mənim beynim oyanır. Yəni alarm artıq vurmamış, mən oyanıram. Bu da o deməkdir ki, həqiqətən 20 günün sonunda nələrsə olur, nələrsə baş verir. Yəni nə qədər getsə davam eləyəcəm. Bu videonu paylaşıram. İyun ayının yəqin ki 20-si falan paylaşaram. Yəni həmin çəkən kimi paylaşmayacağam da. Çəkən kimi paylaşmayacağam. Görək də nəticəsi nə olur. Mən çox istəyərdim ki, bunu bir adət halına salım və hər gün eləyim, həqiqətən hər gün eləyim. 20 gün yox, 365 gün və xoş adətlər insana xoş xarakter qazandırır. Xoş xarakterdə insana xoş bir gələcək vəd edir. Onun üçün də çətin olsa belə bədənim üçün həmin bu xoş adətləri eləməyə davam eləməliyəm. Hələ ki yağış yağmayıbdı. Yağış yağanda da özüm üçün bir şey almışam. Su keçirtməz paltar almışam. Onu geyinib yenə də ümid edirəm ki eləyəcəm. Yaxşı, bunu əsas paylaşıram özüm üçün. Hardasa bir 5 il sonra baxanda ən azından özümdən fəxr eləyim ki, mən 20 gün ən azından bunu eləmişəm. Axıra qədər gedəcəyimə çox inanıram. 2025-ci il may ayının 30-u. Bir də yeməyimə falan çox diqqət edirəm. Təbii şəkəri falan dayandırmışam da, əlavə şəkər falan yemirəm. Meyvə falan yeyirəm təbii. Və təbii əti falan artıq bio alıram, təbii. Fermadan alıram.
Biraz baha gəlir, amma yaxşıdır bədənim üçün. Bədənim üçün bunu eləməyə dəyər. Yaxşı, bağlayıram. Olduğu kimi paylaşacağam montajsız falan.